Salam, bugün sizinle gönderdiğiniz mənbələrə baxırıq və orada Georgi Tserodze'nin çox maraqlı bir fikri diqqətimi çəkdi. Salam. Hə, Tserodze vacib bir məqama toxunur. Bəli, gündəlik həyatda bilirsiniz, hamımız müzakirələr aparırıq. Amma bu müzakirələrdə həqiqətən nə qədər azadıq? Bəlkə də elə bildiyimizdən daha az. Maraqlı sualdır. Hə, Tserodze deyir ki, biz tez-tez iki anlayışı qarışdırırıq. Diskurs və diskussiya. Çox vaxt bunları eyni şey zənn edirik, amma yəni əslində fərqlidirlər. Düzdür, çox yayğın bir səhvdir. Gəlin baxaq görək bu fərq nədir və niyə sizin üçün də, yəni dinləyicilərimiz üçün də önəmli ola bilər. Çünki məsələ təkcə sözlərdə deyil. Yox, qətiyyən. Daha dərin, güc məsələləri ilə bağlıdır. Bəli. Tserodze çox sadə başlayır. Deyir ki, diskussiya nədir? Bu, əsasən bildiyimiz mövzular haqqında danışmaqdır. Elə bil ki, bir otaqdayıq, divarlar bəllidir. Aha. Bizdə o divarlar, o çərçivə daxilində fikir mübadiləsi edirik. Gündəlik mübahisələrimiz, bildiyimiz mövzular üzrə debatlar, yəni bunlar hamısı diskussiyadır, elə deyilmi? Tamamilə doğrudur. Mövcud qaydalarla oynamaq kimidir. Amma diskurs, bax bu tamam başqa bir şeydir. Tserodze burada əlbəttə Michel Foucault kimi çox önəmli bir mütəfəkkirə isnad edir. Foucault, bəli. Foucault üçün diskurs sadəcə danışmaq deyil. Bu, yeni bir şeyin, belə deyək, yaradılmasıdır. Yeni düşüncə tərzləri yaratmaq, bir mövzunu anlamaq üçün tamamilə yeni çərçivələr qurmaq. Yəni, sanki diskussiya mövcud oyunu oynamaqdırsa... Diskurs isə oyunun qaydalarını yazmaqdır. Hətta bəzən oyunun özünü yaratmaqdır. Çox maraqlı. Və Foucault'un ən vacib vurğuladığı məqam budur. Diskurs birbaşa güclə, yəni hakimiyyətlə bağlıdır. Bir mövzu haqqında necə danışdığımıza, necə düşündüyümüzə nəzarət etmək, yəni diskursu idarə etmək. Aha. Bu, insanların nəyi normal, nəyi doğru, nəyi ümumiyyətlə mümkün hesab etdiyini müəyyənləşdirir. Bu yolla davranışlara, düşüncələrə təsir edilir. Beləliklə, bilik həqiqətən gücə çevrilir. Necə yəni? Çünki diskurs nəyin bilgi sayıldığını, kimin bilikli hesab edildiyini təyin edir. Çox maraqlıdır. Deməli, məsələ təkcə kimin daha yaxşı argumenti var deyil. Əsl güc, müzakirənin dilini, şərtlərini, yəni diskursu müəyyən etməkdədir. Məsələ? Mənbələrdəki o dəlilik nümunəsi də yəqin buna işarə edir, hə? Bəli, çox yaxşı nümunədir. Klassik Foucault təhlilidir. Baxın, tarix boyu dəlilik anlayışı, yəni bu mövzu ətrafındakı diskurs kəskin şəkildə dəyişib. Necə? Orta əsrlərdə məsələn bəzən fərqli bir müdriklik, hətta ilahi bir işarə kimi qəbul edilə bilirdi. Amma zamanla xüsusən müasir dövrdə tamam başqa bir diskurs yarandı. Tibbi bir problem kimi? Necə rəftar etdiyini, onlara hansı hüquqları verdiyini, hətta bizim kimin normal, kimin qeyri-normal saydığımızı kökündən dəyişdi. Görürsünüz, diskurs reallığı beləcə formalaşdırır, güc tətbiq edir. Bu həqiqətən də çox güclü bir fikirdir. Gündəlik həyatdan başqa bir misal da düşünmək olar bəlkə. Məsələn, iş yerindəki peşəkarlıq diskursu. Əla nümunə. Bu diskurs kiminsə geyim tərzindən tutmuş, danışığına, iş saatlarına, hətta bilirsiniz, elektron poçt yazma tərzinə qədər hər şeyi müəyyən edə bilər. Bəli. Fərqli bir peşəkarlıq anlayışı mümkün olmazdı mı? Bəlkə olardı. Amma dominant diskurs bizi müəyyən bir çərçivəyə salır, elə deyilmi? Dəqiq. Ona görə də bir daha vurğulamaq lazımdır. Diskurs təkcə sözlər yığını deyil. O bizim dünyanı anlamağımızı, sosial münasibətlərimizi quran və bilik vasitəsilə, yəni nəyin doğru, nəyin bilik sayıldığını müəyyən etməklə güc strukturlarını bərqərar edən bir sistemdir. Çox vaxt heç fərqində də olmuruq. Aha. Amma bizi müəyyən düşüncə və davranışlara yönəldir. Yaxşı, onda bütün bunlardan sizin üçün, yəni dinləyicimiz üçün əsas nəticə nə olmalıdır? Belə çıxır ki, diskurs bizi bildiyimiz sərhədlər daxilində saxlayır. Düzdür. Bəli. Amma diskurs o sərhədləri yaradır, hətta yeni reallıqlar qurur. Bu fərqi başa düşmək, ətrafımızdakı dünyanın qaydalarının, normalarının, hətta problemlərin dil və ideyalar vasitəsilə necə qurulduğunu görməyə imkan verir. Hə, bu çox vacibdir. Bu, istər işdəki bir toplantı olsun, istər ailə içindəki bir söhbət, hər şeyə yeni bir gözlə baxmağa kömək edə bilər. İndi isə gəlin birbaşa sizə müraciət edək, əziz dinləyici. Bir düşünün, sizin öz həyatınızda, işinizdə, maraqlandığınız sahədə
Hansı dominant diskurslar var? Yəni, hansı mövzular haqqında necə danışmaq normal sayılır? Maraqlı sualdır. Bu diskurslar sizin və ətrafınızdakıların düşüncə və davranışlarını necə istiqamətləndirir? Görəsən bu mövzuları başqa cür, alternativ yollarla çərçivələmək, başqa cür danışmaq olarmı? Hansı qaydalar əslində müzakirəyə açıq olmalıdır? Və sonda biraz da, necə deyim, provokativ bir sual qoyaq ortaya. Mənbələrdə birbaşa deyilmir, amma məntiqi nəticə kimi çıxır. Əgər diskurs reallığı formalaşdırırsa və güclə bu qədər sıx bağlıdırsa, Bəli, onda siz, yəni hər birimiz, öz fəaliyyət sahəmizdəki o dominant diskursa şuurlu şəkildə meydan oxusaq, onu dəyişməyə çalışsaq, nə baş verər? Nəticəsi nə ola bilər? hansı yeni imkanlar, hansı fərqli reallıqlar yarana bilər? Bəli, bunun üzərində düşünməyə dəyər.